Bugünlər sizlər üçün qozlu tort hazırlayacağım. Balaca qabımızın içinə bir xörək qaşığı xama əlavə edirik. Üzərinə bir çay qaşığı ucunda soda əlavə edirik. Üzərinə bir çay qaşığı qədər alma sirkəsi əlavə edib qarışdırırıq. Mikserimizə 6 ədəd yumurta ağını və 1 stəkan şəkər tozunu töküb qarışdırırıq. Sonra üzərinə 6 ədəd yumurta sarısı və 100 qram xama əlavə edib yenidən qarışdırırıq. Hazırladığımız sirkə qarışımını da üzərinə əlavə edib yenidən qarışdırırıq. Qarışımımızın üzərinə 200 qram un və 1 stəkan qoz əlavə edib qarışdırırıq. Tortumuzun kremini hazırlayırıq. 100 qram çörək yağını qaba əlavə edirik. Ağarına kimi qarışdırırıq. Üzərinə bir banka qatlaşdırılmış su da əlavə edirik. Daha sonra üzərinə 100 qram xam əlavə edib qarışdırırıq. Yumşaq olması üçün südünü islatırıq. Hazırladığımız kremimizi üzərinə əlavə edirik. Sonda üzərinə qoz əlavə edirik. Çox möhtəşəm dadı var. Sizlər də evdə mütləq şəkildə hazırlayın. Peşman olmayacaqsınız.